Yenidən suallar, yenidən HPV-yə aid olan suallar TikTokda, Instagramda gələn və ən çox soruşduğunuz 3 populyar suala cavab verəcəm sizlərə. Human papilloma virusla yoluxmuşamsa, mütləq xərçəng yaradırmı? Yaratmır. Burada genotiplər önəmlidir. Yüksək riskli genotiplərin olması vacibdir. Yəni aşağı riskli tipləri xərçəng yaratmır. Onlar daha çox xoşxassəli ziyillərin yaranmasından sorumludur. Əgər peyvənd vurulubsa, xüsusən də ki, hələ ailə həyatı qurmamış qızlara bu sonsuzluq yaradırmı, adət pozğunluğu yaradırmı? Yaratmır. İmmun sistem güclənərsə, mütləq biz human papilloma virusdan azad olacağıq. Təbii ki, təbii immun sistemin bu xəstəliyin bədəndən çıxmasında rolu böyükdür, amma yalnız immun sistemin möhkəm olması ilə xeyr, bu xəstəliyə tam qalib gəlmək olmur. Mütləq peyvəndlənmə, ehtiyac olduğu halda yanaşı müalicələr, hətta yerli müalicələrin aparılması, hətta qidalanmağımıza düzgün riayət eləməyimiz, hətta yuxu rejimimizi doğru seçməyimiz, bax bunlar da human papilloma virusun bədəndən xaric olmasına təsir edir.